Salam, hər vaxtınız xeyir olsun. Burada gördüyünüz işlərimiz davam edir. Salam Hikmət usta, yorulmayasan. Sağ ol, nə tərcih edir işlər, nə işiyorsan orada? Hikmət usta, profil qoya bilərsən orada. Risk eləyirsən. Yox, bura qoya bilərsən bura. Verim də profili sağ, alaq. Hasan verim, var orada 3 metralıq. Bəziləri deyir ki 3 metralıq olmalı, yəni 3 metrada o. Bu böyle. Şimdi çift orkusuna koyuyorum. Şöyle bu bəsəyli. Buralara da lazım böyle. Ha, devam edelim. 3 metre. Buna bak arkadaş 4 metredir. Ha. 4 metre pro koyuyor. 4 metrede la maaş sanatçı. Bir tane de belə qoy sanatçı. Bir tane böyle göstermeyelim. Hatta orada bak gəlir, hətta burada biz köşənin payında nəzər almışıq. İndi gedəcəyik Ramin Usta'nın yanına görə Ramin Usta orada köşədə nə əziyyət çəkir. Bir de gördüm ama. Ha. Metrasını da ölç görək neçə metradır. Bir dəqiqə. Metrasını göstər gör neçədir? 3.95 görürsə. Cəza səndən deyim. İnanmanlar olacaq. 3.95. Gedək Ramin yanına, indi gedim görüm Ramin Usta nə var, nə iş görür. Qalsın orada görək Ramin Usta nə edir. Ramin Usta salam, yorulmayasan, nə iş görürsən? Deyirsən bu metranı əlin alıb günümü keçirdirsən. Ramin Usta, bu köşələri atırsan sahibindən sual verəcəm, amma səmimi cavab ver ha. Köşələri atsan artibanları biz işləmişik. Malyarkanı da indi dedik ki, biz briqada şəklindəyik də, bir-birimizə əziyyət verməmək üçün. Sən mənə sualıma cavab ver. Köşələri atırsan, əziyyət çəkirsən yoxsa yox? Bax, öz... Bir yaxından göstərim bunları. Buyur. Birbaşa altipana, profilsiz, zatsız altipana. Altipanı o qədər səliqəli yığıblar ki, birbaşa yapışdırıram altipana. Yəni profil qoyum, lazer qoyum, söhbəti yoxdur. Mən səndən indi xahiş edim. Metranı oradan qoy küşdən, qoyduğun, yox, bax qoyduğun bu, hə, ona qoy metranı. Neçədir? 25. Oranı ölçdə Ramin Usta, zəhmət olmasa. 25. 25. Ramin Usta, ala oradakı millimetrovkanın fərqini də göstər yaxından. Ola bilər deyərlər ki, fərq var. Yirmi beş. 25. Düzdür Ramin Usta? O milyamil 25 damsın. 25. 25. Künçlərin də oturuşu da belədir. Görünəndə zəhmət olmasa. Yorulmayasan, işin irəli olsun. O 25-25 gəlməyi sənə əziyyət vermədi də. Çünki sən köşəncə qoydun, işini gördün. Ona da ki, biz bir qada şəklindəyik deyə, özümüz öz işimizə əziyyət çəkməyək deyə sonraki vəziyyətdə. Bərbaşdan, sıfırdan özümüz öz işimizi səliqəli, düzgün şəkildə işimizi görürük. Allah xeyir versin, Allah hər kəsin ruzisini versin.